Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Hər birinizə Allah mütəalının salamı olsun. Allah inşallah ki, itaat və ibadətlərinizi ən ali dərəcədə olunan və qəbul olunan itaat və ibadətlərdən qərar versin inşallah. Allah mütəala həmd olsun ki, Allah mütəal bizə nəsib etdi ki, mübarək Ramazan ayının bu gününü də gördük və bizə nəsib etdi ki, onun evində ona ibadət edə bilməyimiz üçün yığışa bilmişik. Biz inşallah ki, bildiyiniz kimi mübarək Ramazan ayına aid olan silsiləvi xütbələrimizdə münasibətlər barəsində danışırdıq ki, bunlar da özlüyündə bir neçə qismə bölünür. Biz də hər söhbətimizdə bir nöqtəyə vurğu edib həmin mövzunu aydınlaşdırmağa çalışırıq. İndi bugün biz inşallah ki, Allahın izni ilə danışacağıq ki, insan təbiətində hər birimizin qadağaları olan münasibətimizdən danışacağıq. Əvvəlcə biz bilməliyik ki, biz insanlar qadağaları bir o qədər də sevən deyilik. Əksinə, bizə nə qadağan olunubsa, ona daha çox meyl eləyirik, nə qadağan olunmuyubsa, ondan daha çox uzaq gəzirik. Bunun da səbəbi ondan ibarətdir ki, Qur'an-ı Kərimə diqqət etdikdə, hələ Hz. Adəmin təbiətində belə bu cəhətin, xüsusiyyətin olduğunu görürük. Nümunə üçün, Allah mütəal buyurur ki, Əraf surəsində Hz. Adəmə deyildi ki, Ya Adəm uskun əntə və zəvcükəl cənnə fəkula min haythu şi'tuma və la təqrəbə hazihi şəcərə fətəkunə minəz zalimin. Dedi ki, ey Adəm, sən və sənin zövcən, yəni yoldaşın, bu cənnətdə məskunlaşın, yəni bu bağda məskunlaşın, istədiklərinizdən yeyin, lakin lə təqrəbə hazihi şəcərə, bu ağaca yaxınlaşmayın. Yəni sizə o ağaca yaxınlaşmaq qadağandır. Bu əmri bilin. Və sonra da dedi ki, yaxınlaşmayın ki, siz zalimlardan olarsınız da, əgər yaxınlaşsanız. Amma biz gördük ki, Qur'an bizə sonradan mətləbi açıqlayır ki, Hz. Adəm əleyhissalam bu əmrdən ki, qadağa olmuşdu, bu əmrə baxmayaraq yaxınlaşdı, sonrasını da hər birimiz bilirik. Burada bizim üçün önəmli olan mövzu nədir? Yəni, qadağa ki vardı, o qadağaya uyğun şəkildə əməl edilmədi. Sonraki də təfərrüatlı hadisə. Halbuki Allah mütəal Taha surəsində deyir ki, biz Adəmə ətraflı olaraq məlumat vermişdik. Məlumat vermişdik ki, bu şeyə yaxınlaşma. Demişdik ki, fəqulna, biz dedik ki, ya Adəm, ey Adəm, İnnə hâzə aduvvun ləkə və li zəvcikə fələ yuxricənnəkümə minəl cənnəti fətəşqa. Dedik ki, ey Adəm, bu iblis ki var, həqiqətən sənin və zövcənin düşmənidir. Buna görə də nə badə bu sizi cənnətdən çıxartsın, nəticədə də siz fətəşqa, əzab, əziyyətə düşərsiniz. Yəni, bilin ki, iblis maraqlıdır ki, siz bu qadağanı pozasınız. Yəni, biz həm Adəmə dedik ki, bu şeyə yaxınlaşma, həm də dedik ki, sənin bu qadağan ki var, bu qadağanı pozmağında iblis çox maraqlıdır. Bil ki, sənin düşmənin var. Qur'an ki, deyir, İnnəhu ləkum əduvvun mubin. Hər birimiz üçün deyir, 88 yerdə deyir ki, həqiqətən də iblis sizin açıq-aşkar düşməninizdir. Yəni, Allah mütəal Hz. Adəmə xəbər vermişdir. Amma buna rəğmən Adəm yaxınlaşdı. Bu bir mənada biz bilməliyik ki, elə bunun sayəsində biz insanların hər birimizin xüsusiyyəti var ki, biz qadağaları pozmağa meyilliyik. Peyğəmbər və Ali Peyğəmbərə bir salavat etsən elə inşallah. İnşallah ki, məsciddə də danışmaq qadağası var ki, inşallah onu da pozmağa meyilli olmayaq. Ona görə biz bilməliyik ki, məsələn, evdə bir körpəyə deyərsən ki, məsələn, o peçə yaxınlaşma, indi isti sobadır, yaxınlaşma, o yaxınlaşar. O zamana kimi ki, o qadağa ki, deyirsən, eləmə, bu qadağandır, o qadağanı pozmağa meyillidir. Nə zamana kimi? Əli yandığı zamana kimi. Əli ki yandı, yanandan sonra bilir ki, daha yaxınlaşmaq olmaz. Onu da necə bilir? Artıq onun yaşanmışlığı səbəb olur ki, o artıq bunu anlayır. İndi Allah mütəal da bizim üçün qadağalar tətbiq edir. İndi qadağa deyəndə sərt gəlir də.
Məsələn, Allah-u Teala mübarək Ramazan ayında qadağan edib ki, yemək, içmək gün ərzində olmaz. Amma biz bu qadağanı anlamırıq. Elə bilir ki, Allah bu sərhəddi qoydu ki, elə sizə yaxşıdır belə olsun, elə yeyib içmək sizə olmaz. Elə deyil. Allah-u Teala'nın bütün hökmləri belədir ki, bizə ki, deyir ki, məsələn, sizə qadağandır, filan işi etməyin. Məsələn, mübarək Ramazan ayında diqqətli olun ki, yemək, içməkdən uzaq durun. İndi bilmədən eləyərsiniz, o ayrı məsələdir. Nəyə görə? Ona görə ki, sizin mənəvi olaraq paklaşmağınız üçün, mənəvi olaraq saflaşmağınız üçün, kamilləşməyiniz üçün sizin bu əməldən uzaq olmağınız lazımdır. Yəni, Allah-u Teala'nın bizim üçün qoyduğu qadağalar özü mehribanlığın və mərhəmətin nümunəsidir. Və yaxud əksinə deyil ki, Allah-u Teala bizim üçün bu qadağaları qoyub ki, elə sizə bu yaxşıdır, bu sizə zülümdür. Elə deyil. Bizim Allahımız mərhəmətli və mehribandır. Bütün hökmlərində nəyi ki, bizə deyir ki, edin, onda da hikmət var. Nəyi ki, deyir, etməyin, onda da hikmət var. Dəyişməyən bir şey var. İkisi də bizim xeyrimizədir. Et dediyini edən də bizim xeyrimizədir. Nəyi ki, deyir, etmə, o da bizim xeyrimizədir. Amma biz bunu anlayırıq, yox, bir o qədər də anlamırıq. Bu qədər də biz onu anlamırıq. Nəyə görə? Səbəb də ondan ibarətdir ki, biz bəzən, əstəğfirullah, təəssüf ki, belədir, biz Allaha insanların bir-birinə yanaşdığı kimi yanaşırıq. Bu insanlara xas xüsusiyyətdir ki, bir şeyi bizə qadağan eləyər, sırf bu səbəbdən qadağan eləyər ki, mənim ürəyim belə istəyir. Sən əziyyətə düşəsən, sən çətinliyə düşəsən. Elə o cürdə, o münasibətlə də biz Allaha yaxınlaşırıq. Amma Allah belə deyil. Allah əksinə, nəyi ki, qadağan eləyir? Deyir ki, bu qadağanı ona görə elədim ki, sən bu qadağanı pozsan, bayaq ayədə deyildiyi kimi fətəşqa, birdən əziyyətə düşərsən. Sən əziyyətə düşməyəsən deyə mən sənin üçün bunu qadağan eləmişəm. Amma biz buna belə yanaşmırıq. Allah, məsələn, bizim üçün yalan danışmağı qadağan eləyir. Amma biz görürsən ki, o qadağanı pozuruq bəzi zamanlarda. Halbuki Allah öz yeryüzünə höccət təyin elədi. İmam Baqir əleyhissalam vasitəsilə buyururdu ki, İnnəl kəzibə huvə xarabul iman. Deyirdi ki, həqiqətən yalançılıq, bir nəfər yalan danışmağı adət eləsə, bu imanı xarab eləyir. Yəni Allah ki, yalan danışmağı məsələn bir mənada qadağan eləyib ki, imanımız xarab olmasın. Yenə də bizim xeyrimizədir. Və yaxud diqqət eləsəniz, qeybəti haram eləyib. Qeybətin haram olmasının bir səbəbi odur ki, Həzrət Peyğəmbər buyururdu ki, Əsra'u fi dinər rəculil muslim minəl əkiləti fi cəvfi. Deyir ki, qeybətin müsəlman şəxsin daxilində təsir gücü ki var, bir xəstəlik olaraq inkişaf eləməsi ki var, deyir ki, bu onun daxilində olan xora xəstəliyinin təsirindən daha çoxdur. Yəni, qeybət xora xəstəliyindən daha çox inkişaf eləyir, daha çox təsir qoyur, daha tez inkişaf eləyir. Allah ona görə qadağan eləyib. Yəni, Allah-u Teala'nın bütün qadağaları özü mehribanlıq nümunəsidir. Buna görə biz, məsələn, mübarək Ramazan ayı deyəndə bir qrup insan deyir ki, bu ay qadağalarla doludur da, filan şey eləyə bilməzsən, məsələn. Yemək, içmək olmaz, filan şey olmaz, filan şey olmaz. Nə oldu ki, amma qadağan oldu. Bu qadağalar özü mənəvi kamilliyə nail ola bilmək üçün bir düsturdur. Bir düsturdur ki, insan ona əməl eləyə bilsin. Amma Allah-u Teala'nın bu qədər bizə mehribanlığına rəğmən, necə ki, o valideyn övladına deyər ki, ay bala, bu filan işi etmə, sənin ziyanınadır. Başa düşməz övlad, səhvi eləyəndən sonra deyər ki, gərək eləməyəydim. Təəssüf ki, bizim də Allah-u Teala münasibətimiz bir çox zamanlarda belə olur. Günahı edəndən sonra deyirik ki, sən demə gərək etməyəydim. Allah da buyurur ki, axı mən sənə hamıdan daha çox mehribanam. Hamıdan daha çox mehriban olduğum üçün sən bil ki, mənim qadağalarım amma sənin xeyribədir. Amma insanlıq tarixinə baxanda
Allah Müteala hətta peyğəmbərləri ilə belə nişanələr göndərsə də bəndələrinə, bəndələr yenə də bu qadağaları anlaya bilməyiblər ki, onların xeyrinədir. Məsələn, Quran deyir ki, وَلَقَدْ آتَيْنَا مُوسَى تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ. Deyir ki, həqiqətən də biz Musaya 9 aydın möcüzə verdik. Sonra da ardında dedi ki, buna görə də İsrail övladlarından onların yanına gəldiyi zaman Firon ki, gəldi, İsrail övladların onların yanına gəldi. Firon onlara dedi ki, indi Həzrət Musa dedi ki, mənə 9 möcüzə Allah Müteala tərəfindən nişanə nazil olub. İndi bunu nəyə görə deyirəm? Həzrət Musa əleyhissalamın 10 dənə də əmri var. Bu 10 əmr hansı idi? Məsələn, Allahın adına boş yerə and içmək olmaz, tamahkarlıq olmaz, oğurluq olmaz. Bu 10 əmr həmin 10 əmridir ki, təhrif olunmamış Tövratda da öz əksini tapıb, İncildə də əksini tapıb, təhrif olunmamış. Təhrif olunandan işimiz yoxdur. Və eyni zamanda Qur'anın da əsas düsturlarından biridir ki, müqəddəs kitablar dəyişilməmiş yönü ilə hamısı eyni sözləri deyir. İndi bunu nəyə görə deyirəm? Allah Müteala hətta Həzrət Musaya 9 dənə açıq-aşkar möcüzə versə də, aydın nişanə göndərsə də, Firon dedi ki, Həzrət Musaya və İsrail övladlarına, dedi ki, xüsusən də Həzrət Musaya, ey Musa, şübhəsiz ki, mən səni ofsunlanmış hesab edirəm. Mən elə düşünürəm ki, sənə nəsə olub, səni ofsunlayıblar. Yenə də Allah Müteala'nın göndərdiyi o əmrlər ki var, qadağalar ki var, onları qəbul eləmir. Demir ki, sən düz deyirsən. Deyir ki, yox, səni ofsunlayıblar. Sən ona görə bu cürünə danışırsan. İndi ona görə də əgər bizim cəmiyyətimizə də diqqət eləsəniz, ola bilir ki, məsələn, siz Allahın sözünü deyirsiniz ki, bu belə deyil də, bu hökm belədir. Allah Müteala bu cür buyurmayıb, bu cür buyurub. Deyir ki, yox, sən bilmirsən, sən deyən deyil. Nəyə görə belə olur? Səbəb ondan ibarətdir ki, biz bir çox zamanlarda bir sualımız olanda bizə sualın cavabı önəmli deyil. Bizə önəmli olan, biz istəyirik ki, suallarımıza elə cavab tapaq ki, o bizim nəfsimizə uyğun olsun. Allah istəyən cavabı istəmirik. İstəmirik ki, Allah deyən cavab ki var, onu istəmirik. İstəyirik ki, Allah Müteala bir qadağa qoyub. Bu qadağanı necə eləyək ki, pozaq? Buna da bir şəri əsas axtarırıq da. Görürük ki, bu, məsələn, 5 nəfərdən soruşuruq, görürük ki, yox, bu alınmadı. 5-i də eyni sözü deyir. Bizə sərf eləmir axı. Axtarırıq ki, 6-cı adam ki, fərqli söz deyir, tez onu qəbul edirik. Ona görə bizim cəmiyyətimizdə diqqət eləsəz, bəzi adamlar, məsələn, cəmaat da bilir ki, bir hökm bu cürdür və yaxud dinin, belə danışaq da, bir hökmü hamı tərəfindən bilinən bir məsələdir ki, məsələn, yemək, içmək gün ərzində olmaz. Görsən, bir qrup insan yox, bundan qane olmur. Nəyə görə? Ona görə ki, inkarçılıq qabiliyyəti var. Xoşdur ki, bir nəfər onun nəfsinə uyğun söz desin. Bir nəfər desin ki, olar. Yemək, içmək olar. Heç dəlili də yoxdur, tez onu qəbul edir. Halbuki Allahın qadağası idi da. Bu bizim cəmiyyətimizdə də çox yayılıb. Ona görə diqqətli olmaq lazımdır ki, bizim nəfsimiz Allahın bizim üçün qadağan olaraq buyurduğu şeyləri pozmağa meyillidir. Ona görə imamlarımızdan bir hədis var ki, deyir ki, nə zaman ki, iki yolun arasında qalsan, bilməzsən ki, bu işi eləyəsən ya eləməyəsən. Görsən ki, hansı şey ki, o iki yoldan hansı sənin nəfsinə ziddir, nəfsin hansını xoşlamır, onu elə. Ehtimal çoxdur ki, o Allahın razılığına daha çox səbəb olar. Nəyə görə? Çünki nəfs Allahın razılığını istəməz. Nəfs öz razılığını istəyər. O nəfsin razılığına uyğun olmadığı üçün o şeyi görməyi istəmir. İndi bu qadağalar da belədir. Qadağalar bundan ibarətdir ki, biz bilək ki, bütün bu qadağalar Allahın mehribanlıq nümunəsidir. Hər biri Allahın mehribanlıq nümunəsidir. Amma bunlara rəğmən, bütün bu qadağalara rəğmən görərsən ki, bir adamın dini biliyi az olar, bu qadağalara əməl eləyər. Bir nəfərin dini biliyi çox olar, savadı çox olar. Görürsən ki, hamıdan tez o qadağaları özü pozar. Əmir-ül-Müminin buyururdu ki, çox vaxt görən adam getdiyi yolda ayağı büdürəyər, ayağı ilişər daşa. Halbuki görürdü də, adama deyərlər ki, sən axı görürdün, necə o daşa ilişdin?
Deyir ki, və çox zamanda görmək qabiliyyətini itirən adam nicat yolunu daha tez tapar. İndi burada bir mənəvi məna var. Yəni deyir ki, bir nəfər görərsiniz ki, ola bilər ki, hamıdan çox bilir, amma o yanlışa yol verər. Bir nəfər görərsiniz ki, hamıdan az bilir, amma o Allahın qadağalarına uyğun şəkildə riayət eləyər. O çox bilən adam ki, o səhv elədi, bu az bilən adam o səhv eləməz. Məlum olur ki, hər şey mərifətləndir. Çox bilməklə deyil, az bilib çox əməl etməkləndir. Biz də bugün münasibətlər mövzusunda biz qadağalar barəsində danışdıq ki, bilək ki, bu qadağalar ki var, burada bir Allah-u Teala'nın cəzası yoxdur. Allahın mehribanlığı var, Allahın mərhəməti var. Allah-u Teala'dan istəyir ki, Allah-u Teala bizə bu mübarək Ramazan ayında bizim üçün qoyduğu əmrlərin və qadağaların əslində bizim xeyrimizə olduğunu və onların hikmətini anlaya bilməyimizi bizə nəsib eləsin inşallah. Allah-u Teala'dan istəyir ki, Allah-u Teala bu mübarək Ramazan ayına xatir bizi və yaxınlarımızı əfv eləsin inşallah. Allahdan istəyir ki, kimin nə müşkili varsa, sıxıntısı varsa, hacətləri varsa, Qur'an və Əhl-i Beytə xatir həll eləsin inşallah. Allahdan istəyir ki, Allah bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucatmasın inşallah. Allahdan istəyir ki, bu mübarək aya xatir bizə qədirli gecələrini inşallah ki, nəsib eləsin. Allah-u Teala'dan istəyir ki, Allah-u Teala bu aya xatir bizi zəmanənin imamının xidmətçilərindən qərar versin inşallah. İtaat və ibadətlərimizin qəbulundan ötəri, zəmanənin imamının salamatlığından ötəri, Peyğəmbər və Ali Peyğəmbərə salavat etsən edir inşallah.